Mən deyirəm ki, bu kainatı yaradanın arxasında oturan qüvvə Allahdır. Əzim hansı Allahdır? Sən də indi Boynuzu durub var, mənə deyirsən. kulağı var, atributları nədir, operasyonel funksiyonallıqları nədir? Sən gətirib yenə də İslam dininə vurmaq istəyirsən nöqtəni. Ay yoldaş, sən gətirib transendental idealizmlə də gələ bilərsən, Kantın metafizik tanrısı ilə də gələ bilərsən. Mən bilməliyəm ya yoxsa nə ilə gəlirsən? Okay, Vacib vücudla da gələ bilərsən. Hardan gəlsəm, sonunda gətirib İslama dirirsən bütün mövzuları. Sən İslam mənsubusan? Mən İslam mənsubuyam, amma oradan danışmaq istəmirəm ümumiyyətlə. İslam mənsubusan, sarı dirənməlidir ki. Yox, siz ora gətirirsiniz, istənilən mövzuda. Sən ora girməyə məcbursan, axı İslamın tanrısı Quran xaricində ola bilər. Yox, mən İslamın tanrısından söhbət eləmirəm ki, mən yaradandan söhbət edirəm. Sənin yaradanın İslamdan götürdüyün tərifə sabitdir də? Mənim yaradanım İslamdan götürdüyü tərifə sabit deyil. Sabit deyil. Xeyr. O zaman İslamdan müstəqil tərif ver, İslama getməyə. Bax, qardaş, sən tanrı anlayışını İslamdan müstəqil bir tanrı anlayışısa, zəhmət olmasa İslamdan müstəqil bir tərif ver. Mən ümumiyyətlə bu necə deyim, İslama girmək istəmirəm də. Mən yaradılışdan alışım. Girmə də, girmə. İslamdan müstəqil bir tanrı tərifi ver görə. Əgər həqiqətən, yox, üzr istəyirəm də. Bax deyirsiniz, necə deyim, bu sonsuz reqressiya, bayaqlar dediyini qardaşa ki, gedib ora dirənəcək. O da sənlə mənim danışığım, girəcəyimiz bir mövzu deyil, qardaşa deyil. Sonsuz reqressiya. Aqa. Dediyin qardaş. Sonsuz reqressiya, sonsuz geriyə dönüş zinciri. Bu sənə eyni zamanda məntiq tələbi kimi dayatılır, amma məntiqin belə bir tələbi yoxdur. Bu bir. Hər şeyin bir səbəbi olmalıdır deyə bir məntiq tələbi var. Hər şeyin bir səbəbi olmalıdır da, sizcə elə deyil. Xeyr, elə deyil. Hansı məntiqin, hansı məntiq strukturunun tələbidir, bu mənə izah edəcəm. Bu dünyanın bir yaradıcısı var. Mən ona Allah deyirəm. Sən ola bilər ona, nə bilim, o nə deyirdim qiyaqları, kim deyirsən yaradıb? Carlson. Ayso, sən ola bilər ona Carlson deyirsən, mən Allah deyirəm. Kimsə ona Tengri deyir, kimsə ona nə bilim, Bog deyir, kimsə nə bilim, hər bir ad deyir. Mənim anlayışımda bu dünyanın bir yaradan var. Çünki bu dünya öz-özünə yaranan məhz bırak. Vallahi, bu elə bir ki, təbiətin işi deyil, bu başqa bir şeydir. Hə, ona sonradan nə bilim, kimsə nəsə boşub, kimsə nəsə eləyib. Ola olan işte. Səndən bir şey soruşa bilərəm. Nə soruşmursan bura? Bax, bu sənin dünyandakı yaradıcı Allah, Bog, kişiyə niyə məmə qoyub? Kişiyə niyə məmə qoyub? Çünki məmə hər insanda olmalıdır. Ora bəzi insanın bədənində bəzi necə deyirlər, maddələr var, yığılmalıdır ora. Qadın onu biraz daha çox geniş yığır, kişi daha az yığır. Mənə bax, nə yığır? Mən indi onun içində deyirəm ki, qadına süd yığır, kişidə də başqa bir şey yığır. Yığır da nəsə ora. Nə yığır? Yəni o varsa, yaxşı, niyə yer üzündə məməsiz insan yoxdur? Məməsiz nə yoxdur? Niyə məməsiz insan yoxdur? Çünki insanlar məməli cinsindədir. Ay, so. Deməli, o məməni Allah insana qoyub ki, orada bir nəsə lazımlı bir şey var da, bura. Nə vardı orada? Sən öz məməndə nə var bilmirsən? Ağaş, mən deyirəm ki, həkim deyirəm, nə bilim... İnsan öz məməsində nə olduğunu bilməz, qardaş. Bəlkə orada dəxilsiz bir maddə zad yığılıb, bir gün partiyada sən öldürəcək. Ağaş, orada nə varsa, dəxlisiz olsaydı yığılmazdı. Dəxli var ki, orada var. Dəxli olmayan insan bədəndə yoxdur. Dəxlini mən bilirəm, səndən maraqlıdır. Sən Allahın nə məntiqlə qoyub onu? Mənim Allahım, mənim bədənimə nə qoyubsa, onun öz yeri var, məntiqi var. Hər şeyin yeri varsa, niyə kəsirsiniz? Niyə kəsirsiniz? Mənlər də var da bura. Sən kəsməmsən? Kəsmişəm, əlhəmdülillah, müsəlmanam. Niyə kəsirsən? Hər bir ayənin, hər bir surənin təfsiri var, səbəbi var, nə haqqında gəldiyi var. Şıxaliyev, indiyə qədər kimsəni bu mövzuda dirəməmişdim, amma səni dirəyirəm. Zəhmət olmasa, Əhzab surəsi 32 səbəbin nüzulunu mənə demə.
İcazə verin onu mən internetdən tapana qədər Hardan qısa istəyirsən bir tap. sual verin. Onlar onu tapana qədər qısa Gətir. 200 dənə sual vermə icazəsi verəcəm sənə. Özün qapı getməsən təbii ki. Əhzab surəsi necə? Əhzab surəsi 32-ci ayətin səbəb nüzulu. Ey peyğəmbər, zövcələri, siz qadınlar, Peyğəmbərin zövcələri. bəli, siz qadınlardan heç biri kimi değilsiniz. Ey peyğəmbərin zövcələri, siz qadınlardan heç biri kimi değilsiniz. Əgər Allahdan qorxursunuzsa, danışarkən nazlana danışmayın ki, qəlbində xəstəlik olan kəs tamaha düşməsin, düz və ciddi söz desin. Bu bir kere Bəli. sessiz al da onu, sessiz al telefonu. İndi sən bu ayaqlarımı özünüz dilin əllidir ki, hər bir ayətin enməsi bu səbəbi vardır, düzdür? Bəli, siz bunu məndən yaxşı bilirsiniz. Ay, indi mənə deyin görüm, indi mənə deyin görüm, Peyğəmbərin xanımları, zövcələri və hansı zövcəsi kimlə nəzərlə danışır ki, bu ayət gəldi. Səbəbi nüzul zəhmət olmaz. Məndən soruşursun o səbəbi nüzulun. Mən onun səbəbi nüzulun bilməyə Telefonu bilərəm. səssiz al əzizim, hörmətsizlik eləmə yayına. Bir dəqiqə. Mən onun səbəbi nüzulunu bilməyə bilərəm. Çünki mən təfsir alimi deyil. Gətir. Tap, gətir. Sizə onun təfsiri lazımdır da, izahı lazımdır. Səbəbi Səbəbi nüzulu. nüzulu lazımdır, tap, gətir. Çünki mən bilirəm onun səbəbini. Amma onu tapana qədər Sən bilmirsən. aydındır. Ola bilər mən bilmirəm. Burada eyib nə var ki? Sizin də bilmədiyiniz bir şey Eybi ola bilər. görəcəksən, tapanda eybi görəcəksən. Bütün O demək deyil ki, siz- çılpaqlığı ilə məruz qalacaqsan o eybə. Hər şeyin bir səbəbi varsa bu tanrını istisna eləyə bilməz. Məntiqin tələb etsə bu bir. İkincisi söhbət hansı tanrıdan gedir? İslam konsepti daxilində ChatGPT-dən Kəsin səni oxuyursunuz, hə? ChatGPT-dən oxumuram, yazıram sənin xətrinə. Ayrıca mən bu şeyləri real studiyada danışıram. Boş danışma. Mən səndə öləm. Gör nə deyirəm? İndi ikincisi. Əgər söhbət bir tanrıdan gedirsə, hansı tanrıdan getdiyini, söhbətin hansı tanrıdan getdiyini mənə net bir şəkildə açıqlamalısan. Bunun alt bölümünə daxildir referenti, atributları, falsifikasiyası və verifikasiyası. Zəhmət olmasa Yəni hansı üzr istəyirəm, tanrıdan? üzr istəyirəm, sözünü kəsirəm. Xahiş edirəm, demagogiya eləməyə, qısa belə deyək də, səsinizi çox qaldırmayaq və bir də ki, uzun Sən mən sözümü üçüncü dəfə kəsirsən. Argument verirəm Yox, sən. anladım, tamamilə anladım. Sadəcə üzr istəyərək deyirəm ki, başdan, xahiş edirəm, yüksək sürətlə eləməyək ki, izləyicilər də başa düşə bilsin bizi və İzləyicilər artıq əzbər bilir. Yox, izləyicilər Bir dənə əzbər siz bilir anlaya də, bilməmisiniz. Zəhmət olmasa sürətli demin, olar? Mikrofonu bağladım ki, öz vaxtıma düşər, mövzunu izah edə bilim. Qeyd eləməyi istəyirəm çünki səni təkrar izah eləməyəcəm. Bunu heç axudumda yox. 1. Sən qeyd elədin ki, hər şeyin bir səbəb-nəticə zinciri olmalıdır. Hər şeyin bir səbəbi olmalıdır. Əgər mövzu Tanrıya gələndə Tanrıdan istisna edirsən bunu. Bu məntiq xətasıdır. Zəhmət olmasa bunu izah eləyərsən bizə. Bu birinci premisdir. P-lərin davamıdır. İkinci premis, söhbət bir tanrıdan gedir. Hansı tanrıdan danışırıq? Zevsdənmi, Radanmı, Amondanmı, Kayrahandanmı, Odin'dənmi? Odin'ə deyim, Odin mənim üçün özəldir. Hə, hansı tanrıdan gedir? Bunu Quran konseptində, yəni bir müsəlmansansa İslamın daxili fiqh konseptində mənə izah eləyərsən. Hətta klassik fiqh konseptində. Çünki burada iki ayrılan bir bol var. 3. Mənə izah eləyərsən ki, sənin tanrı konseptin metafizik substansiyadır. Metafizik yaradıcı substansiya zəruri olan başlanğıc yaradıcısa, onun premisləri əgər fövqəli təbiidirsə, mümkündürsə onun backgroundunu verərsən. Yəni dolayısıyla bizə sən tanrını tanıtmalısan. Referenti ilə, atributları ilə, məna tərifi ilə, qəbul və təqzib meyarları ilə və reala transferdəki real obyekt işarəsi ilə bir yerdə. 4. Əgər bu tanrı varsa, nə cür bir tanrı olduğunu təyin elədikdən sonra biz başlayacağıq o tanrı deyək ki, var ön qəbulu ilə götürüb necə yaratdığını və yaratma proseslərini sən bizə izah edərsən. Əgər sənin bu tanrı konsepti metafizik substansiyadırsa, fiziki olan bir sistemə müdaxiləsi hardan və necə başlayır? Bunun empirik dəlilləri, naturalist metodologiyadakı dəlilləri tam olaraq nədir?